Mən bu namaz ki qılıram, bunu gecikdirirəm, bunu bu formada qılıram, qəzaya verirəm. İmam zaman sən inciyirsən ya yox? Bu belə qoyma sual, qoy başa düşək. Xoşlayırsan ya yox? Deməyək. İnciyirsən ya yox? Əlbəttə inciyir. Atanın balası pis iş görsə ata inciməz. Adamın dostu bir dənə pis iş görəndə adam narahat olur ki, bu nə hərəkət elədi, incidin, istədiyindən incirsən də. İmam zaman dilmənsin ata ozam. Peyğəmbər buyurur, ənə və Ali əbəvə hadihil ümmə. Əli və mən bu ümmətin ataları yox. İmam zaman, mən bu namazı qəzaya versəm, inciyirsən ya yox, inciyirsən. Yalan danışsam, əziyyət çəkərsən, əziyyət çəkər. Günaha baxsam, ürəyin ağrıyar, qeybət eləsəm, küsərsən, söysəm, məndən acığın gələr. Sadaladıqlarım bu günahlar imam zamanı rahat eləyir, şad eləyir, xoş eləyir, ya narahat eləyir, ürəyim parça-parça eləyir. Yaxınlaşaq yalnız və yalnız ona.